8-ci say sistemində verilmiş ədədi 16-lıq say sistemində göstərməliyik. 8-ci say sistemində verilmiş ədədi yazıram və bizdən bu ədədi 16-lıq say sisteminə keçirmək tələb olunur. 8-ci say sistemindən 16-lıq say sisteminə birbaşa keçid olmadığı üçün dolayı yolla, yəni hansısa bir say sistemindən gətirib və daha sonra həmin say sistemindən ədədi 16-lıq say sisteminə keçirəcəm. Və ya onluğa gətirib 16-lığa keçirdə bilərəm, ya da ədədi ikiliyə gətirib, ikilikdə alınan ədədi daha sonra 16-lıq say sisteminə keçirə bilərəm. Mən bu üsulla həll edəcəm. 8-ci say sistemində verilən ədədi ikili say sisteminə gətirmək üçün 8-də olan hər bir rəqəmi 421. Buradakı rəqəmlərin cəmindən almağa çalışıram. Məsələn, 7-dən başlayıram. Bunun hansı rəqəmlərinin cəmi bizə 7 verir? 3-ü də, 10 da, 3-ünə də 1 yazıram. 6-ya baxıram. Hansılar mənə 6 verir? 4 ilə 2. Onda 4 ilə 2-yə 1 yazıb, digərinə 0 yazıram. Hansı mənə 0 verir 421-də? Heç biri vermir. Onda 3-ünə də 0 yazıram. 421-də hansılar mənə 3 verir? 2 ilə 1. Onda bunlara 1 yazacağım, digərinə 0. Yəni olacaq 0, 1, 1. Həmin ədədin ikili say sistemindəki qarşılığı budur. İndi bunu 16-lığa gətirəcəm. İkilikdən 16-lığa gətirmək üçün ədədi sağdan sola doğru 4-4 sayıb hissələrə ayırıram. Daha sonra hər bir hissənin üzərinə 8, 4, 2, 1 deyə qeyd edirəm. Ayrı-ayrılıqda hər bir dörtlüyün üzərinə bunu yazıram. Daha sonra ayrı-ayrılıqda hər bir dörtlükdə birlərin üstündə olanlar toplanılır və bunların nəticəsi yazılır. Məsələn, birinci dörtlükdə birlərin üzərindəkilərin cəmi 15-dir, yəni F-dir. İkinci dörtlükdə birin üstündə ancaq 8 var. Onda buranın cavabı 8-dir. Üçüncü dörtlükdə birlərin üstündəkilərin cəmi eləyir 3. Yəni, cavab olacaq F, 8 və 3. Doğru cavab budur.